Salam şagirdlər. Bugün sizlərlə Dinara Rəsulovanın Be Master with Trails kitabına baxırıq. Bu, bildiyimiz kimi 10-11-ci siniflər üçün 2027 imtahan modelinə aiddir və burada dinləmə, oxu, qrammatika və esse sualları da var. Yəni bir sınaq formasında tərtib edilmişdir və 100 sınaqdan, 100 variantdan ibarətdir. Birinci səhifəsinə baxırıq kitabın. Burada gördüyümüz kimi birinci dinləmə tapşırığı verilib. QR kod vasitəsilə dinləmə tapşırığı açılır və sol tərəfində kömək üçün sözlər verilib, tərcümələri ilə birlikdə. Həmçinin nümunə cümlələr də verilib bizə. Birinci dinləmə sualı 4 sualdan ibarətdir. Birinci sual mətn nə haqqdadır? İkinci sualda bizə bir sual verilir. Buna cavab tapmağa çalışırıq. Üçüncü sualda deməli, cümləni tamamlayırıq. UNESCO 2021-ci ildə Nizami ili elan edib. Çünki və dördüncü sualda bizə ayrıca 4 punkt verilib və burada true false olmaqla düz yanlış cümlənin doğru yanlış olduğunu tapmalıyıq. Gəlin baxaq qrammatika suallarına. 5-ci sualda bizdən isim düzəldən sufikslər istənilir və baxırıq ki, burada A variantında teen say düzəldir. C-də less sifət düzəldir. Y variantında ly zərf düzəldir və D-də full sifət düzəldən şəkilçidir. Doğru cavab olacaq B variantı. 6-cı sualda dark sözü hansı şəkilçi ilə isim yaradır? Dark tünd, qaranlıq deməkdir. Və olacaq darkness D variantı. Ness şəkilçisi ilə uyğun gəlir. 7-ci sualda simple, sadə isimlər. Planet sözü sadədir. Table, stol sadədir və winter, qış sadədir. Singer, şəkilçisi ilə düzəlib. Freedom, dom. Childhood, hood şəkilçiləri ilə düzəlib. 8-ci sualda derivativ, yəni düzəltmə isimləri tapmalıyıq. Baxırıq ki, birinci söz window sadədir. River, çay sadədir və autumn, payız, fəsillər sadədir. Yerdə qalır. 2, 4, 5. Ness şəkilçisi ilə düzəlib. Leadership, ship şəkilçisi ilə və strengths, th şəkilçiləri ilə düzələn sözlərdir. 2, 4, 5. B variantı doğrudur. 9-cu sual nisbətən çətin sual ola bilər. Çünki burada spectacular, möhtəşəm, breathtaking, nəfəs kəsici. Yəni təxminən eyni mənanı verən sözlərdir. Vivid isə burada canlı deməkdir. Baxırıq. A variantında vivid, canlı, yəni real hiss etdirən, real görünən bir şey A variantı ilə düz gələcək. Deməli, 1-də A. 2-də spectacular, möhtəşəm. Möhtəşəm, yəni göz oxşayan, bizi heyran edən, impressive, deməli, attracts, admiration. Bax, bu sözlər sinonim olaraq düz gəlir. Və üçüncü, breathtaking, nəfəs kəsici. Yəni, bizi heyrətə salan, belə deyək, heyrət hissi ilə bizi bürüyən bir şey. Bu da olacaq 3-də C variantı. A, B, C. Düzgün cavab olacaq A variantı. Növbəti səhifədə baxırıq ki, 10-cu sualda only simple nouns, yenə bizdən sadə isimlər istənilir. A variantında cloudy, buludlu, bu sifətdir. B variantında baker, çörəkçi, düzəltmə isimdir. C variantında schoolboy mürəkkəbdir, həmçinin football, armchair, birthday hamısı mürəkkəbdir. D variantı sadə isimlərdə doğrudur. Y variantında sadəcə president sözü pre ön şəkilçisi ilə düzəlib. Bu qayda kitablarında çox da verilmir əslində, amma qədim ingiliscə ilə əlaqəli bir sözdür. Pre ön şəkilçi olaraq yaranıb bu söz. Doğru cavab olacaq D variantı. 11-ci sualda derivativ düzəltmə isimləri yenə. Baxırıq. A variantında sadə isimlərdə hamısı. B-də football, classroom, homework, sunrise hamısı mürəkkəb isimlərdir. C variantı yenə sadə isimlər. D variantında swimmer, or, ness, th
şəkilçilər var burada. Doğru cavab olacaq D variantı. Həmçinin Y-də də hamısı sadə isimlərdir. Baxırıq 12. 12-də bizdən cümlə qurmaq istənilir. Kifayət qədər böyük bir cümlədir. Yəni digər tapşırıqlara nisbətən bu biraz çətin gələ bilər. Baxırıq. Birinci cümləm 2 ilə başlayacaq. Cavabların çoxunda the article ilə başlayırıq. The vivid colors, deməli, canlı rənglər created a breathtaking, deməli, nəfəs kəsici bir, möhtəşəm bir, deməli, görüntü yaradır. Baxırıq ki, deməli, the vivid colors created deməli, a breathtaking and spectacular display today. D variantı doğru olacaq. Today zaman zərfi olduğu üçün sonda işlənir. Və cümləmiz D variantında doğru olacaq. 13-cü sualda possessive form, yəni yəlik formasını seçməliyik. Birinci, captain's orders, kapitanın əmrləri doğrudur. A man's shop doğru deyil. Biz burada baxırıq shops cəmdədir, amma article ilə verilib yanlışdır. 2 days journey doğrudur. 2 günlük səyahət. To olduğu üçün gün sözü cəmlənib. 3-də a day's journey, bir günün səyahəti doğrudur. Bir gün təkdədir. Journey sözü həmçinin. The children's toy, uşaqlar, children sözü bu formada yazılmır. Həmişə apostrof S yazılmalıdır. S apostrof olmaz. Doğru cavab olacaq 1, 3, 4 Y variantı. 14-cü sualda yenə yəlik hal istənilir bizdən. 1 doğrudur. Men's ayrı yazılır, amma bitişik formada heç vaxt yazıla bilməz. Həmçinin women sözü də yanlışdır bu forması və geese sözü də goose, geese olaraq cəmlənir və S ona bitişə bilməz. Doğru cavab 1, 3, 5 B variantı. 15-ci sualda yəlik hal seçirik yenə. Baxın, Emily'nin hobisi doğrudur. Bu has been ifadəsidir. Yəni yəlik hal deyil. Doctor's advice, həkimin məsləhəti doğrudur. He is planning, o planlayır Şotlandiyaya səyahət. Burada da indiki davam edici zamandadır. Yəni is planning formasındadır. Ona görə yəlik hal sayılmır. 5-də our neighbor's garden, bizim qonşunun bağı. Bu da doğrudur. Deməli, doğru cavab olacaq 1, 3, 5 B variantı. 16-cı sualda yenə yəlik hal istənilir. The students discuss. Discuss müzakirə etməkdir. Və yəlik halda apostrof S-dən sonra bu formada feil gələ bilməz. Deməli, B variantında both Emma and Tom's parent. Hər birində apostrof S varsa, gərək bu parent sözü cəmlənsin. Çünki həm Emma'nın, həm də Tom'un valideynləri deməliyik biz. Tək bir valideyni ayrı-ayrılıqda ola bilməz. C variantında ships sözü heç vaxt cəmlənmir. D-də yesterday's weather, dünənin havası doğrudur. Today, yesterday, tomorrow bu sözlər dünən, bugün, sabah cəmlənə bilməzlər, amma apostrof S formasında, tək formada ismin önündə, yəni yəlik halda işlənə bilərlər. Və Y variantında the journalist R verilib burada. Journalist sözü S sonra apostrof olmalıydı. Çünki cəm formada yazmalıyıq. Xəbərimiz R-la verilib, yəni cəm formada verilib. 17. Yəlik haldır bu da. Menecerin decision qərarı doğrudur. Jack və Emma'nın binası. Bu da doğrudur. İkisi eyni mənzildə yaşayırlar. The team's performance. Deməli, komandanın performansı. Əslində yəlik hal hissəsi bura doğrudur. Lakin xəbərimiz burada V olaraq, yəni cəm formada verilib. Bizə isə was lazım idi, yəni tək forma lazım idi. Yanlışdır. An hour's delay is. Deməli, bu da doğrudur. 1 saatlıq gecikmə.
Və 5-də teachers explaining. Müəllim izah edir. Qrammatik qaydaları indi. Deməli, müəllim izah edir. Feil gəldiyi üçün bu da yanlış sayılır. Doğru cavab 1, 2, 4 C variantı. Və baxırıq biz növbəti mətnimizə. Burada Üzeyir Hacıbəyev haqqında mətn verilib bizə. Gəlin bunu oxuyub tərcümə edək. Əslində tərcümə etmədən də suallara cavab tapmaq mümkündür. Baxaq. Üzeyir Hacıbəyev is celebrated as the founder of Azərbaycan classical music and professional opera. Üzeyir Hacıbəyev Azərbaycan klassik musiqisinin banisi, həmçinin professional operanın deməli banisidir. Born on 18 September 1885 in the village of Ağcabədi in Şuşa region, he demonstrated a remarkable passion for music from an early age and went on to study compositions at the Peterburg Conservatory. Deməli, o 18 sentyabr 1885-ci ildə Şuşada, deməli, Ağcabədi, Şuşa rayonu Ağcabədi kəndində anadan olmuşdur və o erkən yaşlarından musiqiyə böyük bir maraq göstərmişdir və Sankt-Peterburg konservatoriyasında bəstəkarlıq təhsili almışdır. In 1908, Hacıbəyev composed Leyli and Mecnun, the first opera in entire Music East. 1908-ci ildə Hacıbəyev Leyli Məcnun operasını Müsəlman şərqində ilk opera olan Leyli Məcnun operasını bəstələmişdir. This groundbreaking work blended European operatic convention with Oriental music elements, creating a unique genre that became the very foundation of Azərbaycan music culture. Deməli, bu əsər Avropa opera konvensiyasının şərq musiqi elementləri ilə qarışdırılmışdır və Azərbaycan musiqi mədəniyyətinin belə deyək də foundation yəni əsasını, bünövrəsinin təməlini təşkil edir və unikal bir musiqi, unikal bir janr yaratmışdır. Unique genre yəni janr yaratmışdır. He later composed the celebrated opera Koroğlu, widely considered his crowning masterpiece. Deməli, daha sonra o, onun deməli şah əsəri, crowning, yəni şah əsər hesab edilən Koroğlu operasını bəstələdi. Hacıbəyev also composed the music for the national anthem of Azerbaijan, which continued to be performed with great pride to this day. Hacıbəyev həmçinin Azərbaycan milli himnini bəstələmişdir, hansı ki, deməli, bu günə qədər böyük bir qürurla ifa olunur. He served as professor and subsequently as rector at the Baku Music Academy, training generations of accomplished Azerbaijan musicians. Deməli, o Bakı Musiqi Akademiyasında professor, sonradan rektor kimi çalışmışdır və deməli, belə deyək də, nəsillər boyu bacarıqlı, accomplished, yəni bacarıqlı, istedadlı Azərbaycan musiqiçiləri yetişdirmişdir. Training, yəni yetişdirmək, onları öyrətmişdir. He passed away in 1948, leaving behind an unparalleled musical heritage. Deməli, o 1948-ci ildə vəfat edərkən bənzərsiz bir musiqi irsi qoyub getmişdir. Unparalleled, yəni bənzəri görülməyən, bənzərsiz mənasını verir. 18-ci sualda mətn nə haqqdadır soruşulur bizdən. Təbii ki, Üzeyir Hacıbəyev haqqında, amma adı burada istifadə olunmur. Baxırıq ki, deməli, A variantında ilə
Azərbaycan klassik musiqisinin banisi və onun nailiyyətləri, yəni Üzeyir Hacıbəyovdan söhbət gedir burada. 19-dan When did Hacıbəyev compose the first opera in the Muslim East? Deməli, Hacıbəyov ilk müsəlman şərqində ilk operanı nə zaman bəstələyib? Bunu biz mətndə gördük. 1908-ci ildə deməli Leyli Məcnun operasını bəstələmişdir. 20-ci suala baxırıq. Hacıbəyov's Leyli and Məcnun was historically significant because Hacıbəyovun Leyli Məcnunu tarixi cəhətdən əhəmiyyətlidir, çünki bunu artıq mətndən bilirik. Deməli, o Avropa və oriental musiqi adətlərini birləşdirmişdir. 21-ci sualda doğru-yanlış ifadələr seçməliyik. Bu yeni əlavə olunan reading suallarındandır. Birinci, Üzeyir Hacıbəyov Sankt-Peterburg konservatoriyasında oxumuşdur. Bu doğrudur, mətndə bu haqda verilib. Bu arada mətn sualları çox rahatdır. Mətndə eyni cümlələri tapmaq olur asanlıqla. Hacıbəyov ilk operasını, deməli, müsəlman şərqində 1920-ci ildə yox, 1908-ci ildə Leyli Məcnunu bəstələmişdir. Koroğlu Hacıbəyovun şahesəri hesab olunur, düzdür. Hacıbəyov 1885-ci ildə yox, 1948-ci ildə vəfat edib, bu da yanlışdır. Baxırıq növbəti mətnə. Növbəti mətnimiz Lütfüzadə haqqındadır. Lütfüzadə bilirik ki, Azərbaycanlı bir alimdir. Gəlin mətni oxuyub tərcümə edək. Lütfüzadə is one of the most influential scientists of the 20th century. Lütfüzadə 20-ci əsrin ən çox təsir edici alimlərindən biridir. Born in Baku, Azerbaijan on 4 February 1921, he grew up in stimulating multicultural environments that shaped his broad and unconventional way of thinking. O, Bakıda, Azərbaycanda fevralın 4-ü 1921-ci ildə doğulmuşdur və belə deyək, geniş bir qeyri-ənənəvi düşüncə tərzində və stimulə edici bir, çox mədəniyyətli bir ailədə doğulmuşdur, böyümüşdür. Grew up, yəni böyüyüb. Deməli, his family later relocated to Tehran and Lütfüzadə eventually emigrated to the United States where he would pursue a truly outstanding academic career. Deməli, Lütfüzadə onun ailəsi daha sonra deməli Tehrana köçdü və Lütfüzadə ABŞ-a deməli köçüb və orada görkəmli akademik bir deməli karyera qurub. Lütfüzadə earned his doctorate in electrical engineering from Columbia University and subsequently joined the faculty at the University of California, Berkeley, where he spent the majority of his distinguished career. Deməli, Lütfüzadə belə deyək, doktorluq dərəcəsini elektrik mühəndisi üzrə Columbia Universitetinə almışdır və daha sonra da deməli bu Berkeley-dəki Kaliforniya Universitetində müəllim heyətinə qoşulub və karyerasının böyük bir hissəsini, önəmli hissəsini burada keçirmişdir. It was there in 1965 that he introduced his revolutionary concept known as physiologic as mathematical framework enabling computers and machines to process, imprecise and uncertain information in manner similar to human brain. Deməli, cümlələr uzundur. Deməli, biz başladıq. It was there. 1965-ci ildə o belə deyək, orada physiologic, yəni qeyri-səlis məntiq kimi tanınan konsepsiyanı təqdim etmişdir. Bu belə deyək, bu konsepsiya kompüterlərə və maşınlara insan beyninə
bənzər bir şəkildə emal etməyə imkan verən bir prosesdir. Yəni kompüterlər və digər maşınlar insan beyni kimi işləyirdi. Prior to physiology, computer systems could handle only binary values, true or false, one or zero. Deməli, qeyri-səlis məntiqdən əvvəl kompüter sistemləri yalnızca ikili dəyərləri idarə edə bilirdi. Doğrudur, yanlışdır, 1 və ya 0. Lütfuzadə's innovation allowed the machines to work with degrees of trust, fundamentally transforming the files of artificial intelligence engineering and control system. Lütfuzadənin bu innovasiyası maşınlara belə deyək, həqiqət dərəcəsini ilə işləməyə imkan verdi. Daha sonra deməli süni intellekt, mühəndislik, idarə etmə sistemlərini deməli dəyişdi. Fundamentally transforming. Today, physiologic is embedded in a vast area everyday technologies from automatic washing machines and digital cameras to medical diagnostic system and self-driving vehicles. Bugün qeyri-səlis məntiq, deməli avtomatik paltarlayan maşınlarda, rəqəmsal kameralarda, tibbi diaqnostika sistemlərində, özünü idarə edən nəqliyyat vasitələrində və belə deyək, gündəlik istifadə olunan texnologiyalarda geniş yerlərdə istifadə olunur. Despite initial skepticism from parts of the scientific community, Lütfuzadə's ideas eventually gained worldwide recognition. Elmi nailiyyətlərin bir hissəsinin deməli şübhələrinə baxmayaraq, ilkin şübhələrinə baxmayaraq, Lütfuzadənin ideyası sonda deməli bütün dünyada tanındı. He received numerous prestigious awards and honorary doctorates. O çoxlu deməli nüfuzlu mükafatlar və doktorluq dərəcəsi, fəxri doktorluq dərəcəsi də almışdır. Lütfuzadə passed away on 6 September 2017, leaving behind a scientific legacy that continues to shape the modern world. Lütfuzadə sentyabrın 6-sı 2017-ci ildə deməli vəfat etdi və o müasir dünyanı belə deyək, formalaşdırmağa davam edən bir elmi irs qoyub getdi. İndi baxırıq suallara. 22-ci sualda mətn nə haqqdadır soruşulur bizdən. Mətn əlbəttə ki, Lütfuzadə haqqındadır, amma yenə də adı bu formada verilməyə bilər. Baxırıq, A variantında 20-ci əsrdə ikili sistemlərin inkişafı yox, bu deyil. B-də də alimlərin belə deyək, uğurlar deyir. Burada bir alimdən söhbət gedir. C variantında fiziologik deyilir. Amma biz bilirik ki, Lütfuzadənin doğulmasından belə deyək, ölümünə qədər onun haqqında məlumat verilir, harda yaşadığı, yəni onun həyatından danışılır. Sırf qeyri-səlis məntiqdən danışılmır. D variantında belə deyək, erkən həyatı, yəni həyatının əvvəlləri, gənc yaşları nəzərdə tutulur. Bu isə yanlışdır. Biz onu Lütfuzadənin ölümünə kimi bilirik artıq bütün nailiyyətlərini. Düzgün cavab olacaq Y variantı. Lütfuzadənin belə deyək, misilsiz həyatı və misilsiz elmi tövhələri. 23-cü sualda Lütfuzadə 1965-ci ildə nə təqdim etmişdir? 1965-ci ildə gəlin baxaq, deməli fiziologik, yəni qeyri-səlis məntiqi təqdim etmişdir. Elə olacaq A variantında verilib bu sual. 24-də qeyri-səlis məntiq vacib idi, çünki bu icazə verirdi maşınlara. Nə etməyə icazə verirdi? Deməli, doğruluq dərəcəsi ilə işləməyə imkan verirdi. Baxın, allow machines degrees of trust. Deməli, burada da olacaq düzgün cavabımız B variantı. Yəni mətndə bu cümlə eyni ilə bu formada verilib. Rahat tapılır.
Və 25-ci sualda doğru yanlış ifadələr. Lütfüzadə Tehranda, İranda doğulub. Baxırıq ki, deməli, yox, Bakıda, Azərbaycanda doğulub. Bu yanlışdır. Lütfüzadə qeyri-səlis məntiqi 1965-ci ildə təqdim edib. Doğrudur. Daha sonra qeyri-səlis məntiq özünü idarə edən maşınlarda düzdür istifadə olunurdu bu gündə. Və scientific community immediately and deməli, burada baxırıq ki, alim belə deyək, cəmiyyəti, icması Lütfuzadənin ideyasını dərhal qəbul etdi. Xeyr, dərhal qəbul etmədi. Baxın, bu cümlədə bizə verilib ki, çətinliklərə baxmayaraq o nəticədə bu uğuruna nail ola bildi. Yəni bu da yanlışdır. Və sonuncu esse hissəsi ilə tanış oluruq. Deməli bizə 100 sözlük esse yazmaq istənilir. Baxırıq, should the achievements of national heroes be told more extensively in schools? Deməli, milli qəhrəmanların nailiyyətləri məktəblərdə daha geniş şəkildə öyrədilməlidirmi? Bu haqda esse yazmalıyıq. Paraqraf yazanda bunlara diqqət edin. Baxın, bizə kömək üçün burada bəzi nüanslar verilib. Əvvəlcə mövzu cümləsi yaz. Paraqrafın əsas fikrini ifadə etməlidir. Daha sonra səbəblər, faktlar, nümunələrlə ən az yəni 2 nümunə ilə hər fikrimizi belə deyək əsaslandırmalıyıq. Həm müsbət, həm mənfi tərəflərini qeyd etməliyik. Aydın, məntiqi şəkildə yazmalıyıq. Daha sonra bağlayıcı sözlər olmalıdır. Bilirik, mürəkkəb cümlələr yazılmalıdır. 6. Mövzudan kənara çıxma, yalnız həmin mövzu haqqında yaz. Sonda nəticə. Bəli, bildiyimiz kimi essenin giriş hissəsi, əsas hissə və sonluğu olmalıdır. Yəni bunlara diqqət yetirməliyik. Və burada bizə lüğətdə verilib vocabulary hissəsi, milli qəhrəman, national hero, deməli nailiyyət, achievement, irsi qorumaq, preserve a legacy, vətənpərvərlik, ilham vermək, patriotism, to inspire. Bu sözlər də bizə nümunə kimi verilib. Yəni bu formada essedə yazılmalıdır.